Mən özümü kameraya salıb qapını kilitlədim və açarı dərhal bayıra atdım. Həmkarım məni pəncərəyə baxan gördü. Dedi ki, axmaqlıq etmə. Amma mən yenə də o sözləri dedim. Çölə çıxmaq istəyirəm. Bu sözləri deyən heç kim sağ qalmamışdı. Məlum oldu ki, gələcək dünyasında insanlar yerin 1500 metr dərinliyində yaşayır. Burada xüsusi qayda var. Çölə çıxmaq istəyirəm deyən hər kəs məcburi sətə göndərilir. İndiyə qədər sətə gedənlərin hamısı xarici dünyanın zəhərli havasından ölüb. 3 il əvvəl arvadımın müəmmalı ölümü vardı. O gün arvadım yeməkxanada qışqırmışdı. Xarici dünya əslində quşlarla, güllərlə doludur. Ekranlarda hamının gördüyü xarabalıqlar rəhbərlərin qəsdən dəyişdirdiyi görüntülərdir. Onların məqsədi insanları burada həbsdə saxlamaq idi. Amma heç kim reaksiya vermədi. O isə həmin qadağan edilmiş sözləri qışqırdı. Çölə çıxmaq istəyirəm. Banker sakinləri canlı yayımda Aliyenin çölə çıxmasını izlədilər. O bankerin kamerasını yunla sildi və həyəcanla düşünürdü ki, xarici dünya yaşanılacaq yerdir. Amma cəmi 2 addım sonra yıxıldı. Ümidlər yenə puç oldu. Arvadım çıxmazdan əvvəl demişdi ki, əgər xarici dünya yaşanılacaq yerdirsə, geri qayıdıb kameranı siləcək. Deməli, onun ölümü başqa səbəbdən olmuşdu. Həqiqəti tapmaq üçün mən də çölə çıxmaq istəyirəm, dedim. Beləcə, mer məni qoruyucu geyimə salıb sətə göndərdi. Uzun pillələri qalxıb sətə çıxdım. Banker qapısı açılanda mən gözlərimə inanmadım. Xarici dünya doğrudan da arvadımın dediyi kimi idi. Göydə quşlar uçurdu. Mən bankerə həqiqəti göstərmək üçün çılğıncasına qaçıb kameranın tozunu yumla sildim. Amma banker ekranında tam əks görüntü göstərildi. İnsanlar məni də həmin xarabalıqda görürdülər. Arvadımın cəsədinə doğru addımladıqca özüm də baş gicəllənmə hiss etdim. Şübhələndim ki, əsl zəhər bəlkə də qoruyucu geyimin içində gizlənib. Tezliklə arvadımın yanında yıxıldım və yalnız bir qadın anladı. Mənim dəbilgəni ölməzdən əvvəl çıxarmağımın mütləq bir səbəbi var idi.